təşkil edənlərin, bələdiyyənin Allahu rəisini canı sağ eləsin. Azdan çoxdan Ağcabədiyə bələdiyyə rəisi gələndən bəri yenə azmaz iş görür. Ağcabədi rayonunda şəhid Nicat Cabbarovun adını daşıyan küçədə aparılan yol təmir işləri başa çatıb. Bir neçə gündür davam edən yenidən qurma prosesi yağışlı hava şəraiti səbəbindən müəyyən fasilələrlə həyata keçirilsə də, nəhayət bugün tam yekunlaşdırılıb. Təmir çərçivəsində küçədə yol örtüyü yenilənib, yararsız vəziyyətdə olan hissələr bərpa olunub və hərəkətin daha rahat təşkili üçün zəruri işlər görülüb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə uzun müddətdir ki, yolun vəziyyəti gediş-gəliş üçün çətinlik yaradırdı. Xüsusilə yağışlı havalarda problemlər daha da artırdı. Hazırda küçə tam istifadəyə verilib. Yenilənmiş yol həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradıb. Sakinlər görülən işləri müsbət qiymətləndirərək bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar. Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz kimi Ağcabədi rayon Nicat Cabbarov küçəsindəyik. Dəyərli izləyicilər, Nicat Cabbarov Ağcabədi rayonun mərkəzi küçələrindən biridir. Şəhiddir, Allah şəhidlərə rəhmət eləsin, məkanı cənnət olsun. Bir neçə gün bundan qabaq Nicat Cabbarov küçəsində Ağcabədi şəhər bələdiyyəsi tərəfindən işlər gedirdi. Havanın yağışlı olması ilə bağlı dayandı iş. İndi hal-hazırda dayandı deyəndə yarımçıq qaldı da, belə izah edeyim. Hal-hazırda həmin küçədə gördüyünüz kimi işlər gedir. Ağcabədi rayon sakinləri adından, küçə sakinləri adından, Ağcabədi şəhər bələdiyyəsinə əziyyəti keçən insanlara öz təşəkkürümüzü, minnətdarımızı bildirir ki, belə gözəl işlər görür və davam edir. Allah dövlətimizi, millətimizi, bayramımızı etsin. Şəhər sakini Mamedov Mamed bu küçədə yaşayıram. Bu küçəni çəkmişdilər, yarımçıq qalmışdı bələdiyyə tərəfindən. Yenidən başladılar çəkməyə. İndi hal-hazırda gördüyünüz kimi küçədə iş gedir. Təşkil edənlərin, bələdiyyənin Allahu rəisini canı sağ eləsin. Azdan çoxdan Ağcabədiyə bələdiyyə rəisi gələndən bəri yenə azmaz iş görülür. Bu küçələr çox bərbad gündədir. Yağışdan yağış palçıqdır. Yayda da toz olur, getmək olmur, gəlmək olmur, uşaqlar məktəbə gedə bilmir. Bax, belə bir vəziyyətdir. İndi iş gedir, gecələr yaxşı olar. Sonra bura işığı da yoxdur. Gecələr qaranlıq olur. İtlərin sürüsündən uşaqlar gedə bilmir. Bura lazımdır, icradan, nümayəndəliyindən, kimdən, işıq dairəsindən bura işıq çəkilsin. Xahiş edirik. Bax, belə bir vəziyyət. Prezidentimizin də qərarı var ki, bütün rayonlarda adi küçələr, adi küçələrə işıq, asfalt çəkilməlidir. Buna əməl eləyən yoxdur. İndi bələdiyyəmiz eləyir, Allah canına dəyməsin, canı sağ eləsin.